Salamünaleyküm qardaşlar. Başıma gələn işlə bağlı Bakı şəhərinə gəlmişəm. Hal-hazırda Bakı şəhərindəyim. Başıma gələn işlərin barəsində və qurumlara məktub yazsam da Bakı şəhərinə heç biri gəlib çatmamışdı, nəzərə alınmamışdı. Bununla bağlı hakim səsimə səs verdilər bir qurum. İndi onun üçün gəlmişəm artıq Bakı şəhərinə. İnanılmaz bir vəziyyətdəyim ki, mənim qanunu çıxarışdı evim Həsən Oxucan Zürəddin oğlu tərəfindən, onun nümayəndələri, işçiləri tərəfindən uçurulur. Səbəb nədir bilmirəm. Mən də bununla bağlı xəstəxanada olmuşdum. Çünki bana məcburi müayinə vermişdilər. Güya ki, mən Altabəyli səhifəsində TikTokda buna tənqid edici, şərəf ləyaqət alçaltması əsasən güya küçə söyüçülərlə bunu tənqid eləmişdim. Amma mən hansısa bir devlət qurumlarından sadəcə kömək istəmişdim ki, bana köməklik göstərin, nə olar, xahiş edirəm. Bunun əsasında mənə adiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə vermişdim. Onunla bağlı da yenə də araşdırma oldu. Prosesdə hətta videoları qoydular, o TikTokdakı videoları. Heç birində tənqid edici söz deməmişdim. Bununla bağlı məni Marif Kazımov, Gədəbəy rayonunun məhkəməsinin hakimi cənablarının əmrinə əsasən məni Bakıya müayinəyə yollayırdılar. Məcburi müayinə üçün ikinci qrup əlil olduğuma görə, epilepsiya olduğuma görə görün bunu huşlu vəziyyətdə mi danışıb bu sözləri, yoxsa huşsuz vəziyyətdə. Bunu da özüm könüllü olaraq epilepsiya xəstəsi olduğuma görə müayinəmi Gəncədə götürdüm. Müayinəm üçün Gəncəyə getdim. Girdim, daxil oldum xəstəxanaya. 7-ci ayın 11-i çıxdım. 7-ci ayın 11-i. 9-cu ayın 11-i xəstəxanadan çıxdım. Çıxanda xəbər gəldi ki, sənin evin uçub. O gündən yazsam da hələ nəzərə alınmamışdı. İndi səbəb nədir? 102-yə də müraciət elədim. Dedilər güya işçilər tərəfindən səhv düşüb uçurublar. İndi onun üçün də Ədliyyə Nazirliyinin, Bakıya gəlmişəm Ədliyyə Nazirliyinin bələdiyyələrlə işbirliklə gəlmişəm. Yəqin ki, inşallah kömək eləyərlər. Sağ olun, var olun. Mən Quliyev Asman Məhərrəmoğlu, Gədəbəy rayon Kiçik Qaramraq kənd sahibi.